Salam dostlar, mən bugün sizə əlavə proqram təminatı olmadan, əlavə bir proqram yükləmədən WhatsApp-da silinmiş mesajların necə oxunacağı haqqında mən sizə məlumat video göstərəcəm. İlk öncə daxil oluruq. Sizdə telefonunuz ingilis dilindədirsə, daxil oluruq settingə daxil olduqdan sonra notification-a daxil olduqdan sonra Advanced settingə daxil oluruq, notification history. Bu bölməyə daxil olduqdan sonra bu bölməni aktiv edirik, yəni on edirik. On etdikdən sonra artıq çıxırıq. Çıxdıqdan sonra artıq siz əlavə hər hansı bir WhatsApp videosu və yaxud da digər proqram təminatları olmadan sizə yazılan mesajları, yazılıb silən mesajları bu bölmədən daxil olub görə bilirsiniz rahatçılıqla. Daxil olursunuz notification history'da siz özünüz görə bilirsiniz həmin bölmədən sizə yazılıb silinən mesajlar.